Upgrade, yəni ki, UPG. Bu mənim ən sevdiyim çaşka növlərindən biridir. Bu çaşkada orta və ağır qəlyanlar yığmaq mümkündür. Amma belə bir şey də deyim ki, bu çaşkada istiliyi tənzimləmək çətindir. Və buna görə də bəzi qəlyançılar bu çaşkanı sevmirlər. Qəlyanım yanar qorxusu ilə adətən bu çaşkanı məsləhət görmürlər. Amma mən sizə belə bir şey deyim ki, getdikcə, təcrübə yığdıqca bu çaşkanı yoxlamağınızı məsləhət görürəm və yoxladığınızda bu çaşka sadəcə vurulacaqsınız, yəni bunu deyə bilərəm. Ubivaşka, hə millət. Deməli, məni yaxından tanıyanlar bilir ki, mən ağır qəlyan sevənəm. Ubivaşkanın da əsas təyinatı ağır qəlyan yığımlarıdır. Buna səbəb çaşkanın formasının düzbucaqlı olmağıdır. Deməli, bu çaşka kalatdan aldığı istiliyi tərkibindəki olan tütünə eyni anda ötürür və tütün tərkibindəki olan nikotin eyni anda bizim bədənimizə ötürülür və bu bəzən bizə baş gicəllənməsi, halsızlıq yarada bilər. Nə yalan deyir? Mən qəlyanda bunu sevirəm. Deməli, ağır qəlyan sevənlər bu çaşkanı yoxlamağınızı məsləhət görürəm. Və sonda danışmaq istəyirəm dekorativ çaşkalardan. Deməli, ilk öncə onu deyim ki, heç kəsə dekorativ çaşka almağı məsləhət görmürəm. Hə yox, cibinizdə artıq pulunuz varsa və yaxud da ki, nə bilim, göstərişi sevirsinizsə, bu tip çaşkaları ala bilərsiniz. Amma yox, mən kolleksiya yığıram deyirsinizsə, okey, bu sizin öz seçiminizdir, amma yenə də məsləhət görmürəm. Deməli, dəstək olmağı, paylaşmağı, abunə olmağı unutmayın. Görüşərik.